orduya sağlam, hər tərəfli hazırlıqlı insanlar lazımdır. Götürüb səhhətində müəyyən problemlər olan insanı çağırmaq, bu elə ən böyük cinayətdir və ən böyük bağışlanılmazdır. İndiyə qədər yadımdadır. Çağırılmış Coşqun Sadıqov, Coşqun Zülfüqaroğlu Sadıqovla bağlı. Deməli, bu adam vərəm daşıyıcısı olub. Vərəm daşıyıcısı olduğu halda 7 ildən sonra bunu xidmətə çağırıblar. Göyə səhhətində hər hansı bir problem yoxdur. Yəni, vərəm daşıyıcısını ordu sıralarına çağırmağın özü böyük cinayətdir. Orada oturan həkim bilmirəm hansı millətdəndir, amma istənilən halda onun verdiyi qərar silahlı qüvvələrə zid qərardır. Onlarla belə misal gətirə bilərəm. İnsanlar sosial şəbəkə üzərində öz narazılığını dilə gətiriblər. Göz xəstəsi olan və yaxud da ki, səhhətində hər hansı bir problem olan insanı ordu sıralarına çağırıblar. Bu komissiyanın sadəcə özünü güya belə deyəcək, peşəkar göstərməsi cəhdidir. Amma mən hesab edirəm ki, o komissiya ilə də məşğul olmağın zamanı çoxdan geçib. Xüsusən hüquq mühafizə orqanları, baş prokurorluq o komissiya ilə yaxından məşğul olmalıdır və onların hərəkətlərinə hüquqi qiymət verilməlidir.